Xoş gördük hamını. Demək, əvvəllər şirəli dana, şirəli quzu, nə bilim, kənd çolpası bişirmişdim. Bu dəfə də fikrimə gəldi ki, bir dənə şirəli dana ayaqları bişirim, şirəli. Görək nə cür alınır. Qəşəng altına, üstünə bol-bol soğan yığıb. Əslində soğan lap çox olmalıdır. Mən bu qədər elədim. Bax belə. Üstünə də qəşəng soğan, duz, istiot səpib. Biraz da su aparıb qoyuram çöldə, ocaqda pişsin. Görək nə cür alınır. Yaxşı alınsa, axırda paylaşıb deyərəm. Əslində biləmə qəşəng alınacaq. Duz. Birazca qara istiot. Heyif ki, sarı köküm çox azdır. Bu şirəli dana quzu da 1 stəkan deyir, amma bu bilirsiniz, bu da ayaq olduğu üçün istəyirəm 3 stəkan su əlavə edeyim. 11 stəkan su əlavə elədim, çünki üzərinə çıxsın. Bu baxmayın da, dana ayağı da bunun pişməyi var. Əslində istəyirəm çox az xodla, vam xodda pişirəm, amma çöl ocağında su bərk qaynadığı üçün suyunu çox elədim. Baxaq görək nə alınır. Aparaq ocağa. Demək qızlar, videonu çəkəndən sonra gətirdim xaşı qoydum bura. Altı çox gür oldu. Deyirəm də 11 stəkan sudan başqa hələ bir qədər nə qədər su əlavə eləmişəm. 12 odur ki, xaş zəif xodda yaxşı pişsin də, zəif odda daha doğrusu. Baxın, artıq hazır olmağa yaxındır, amma xeyli su əlavə elədim. Əksinə mən istəyirdim ki, vam odda olsaydı, yəni həyətdə pişirməsəm çoxdan pişmişdi. Gür od oldu deyəm, biraz geç pişdi, amma artıq pişir. Bax belə. Amma inanıram ki, dadı çox qəşəng olacaq. Yəni dediyim odur ki, çox suyla hələm təzə-təzə qaynadı. Çünki altı çox gür idi. Ocağın altı çox gür idi. İndi belə qoyum yavaş-yavaş vam modda da pişsin. Videomu da sonlandırım. Ardını da sonra çəkərəm. Bizdə yağış yağır. Qaçdım, sağ olun. Bir dənə də göstərim yeməyimi. Buğu çıxsın, buradan daha qəşəng görsən. Çaydan, qazan, hamısı qapqarı oldu yenə. Soğanı bol oldu qəşəng. Şirəli dana ayaqları. Dayan, içindən bir dənə də onu çıxardım, baxaq. Qəşəng. Bax belə. Yəni dediyim odur ki, çöl ocağında vam odu olmadığı üçün xeyli su apardı. Qazda vam odda daha tez pişərdi bu belə. Amma inanın ki, dadı çox möhtəşəm. Hələ biraz da suyu çəkilsin. Bir sözlə xaşdan amma başqa cürə pişirdim də. Belə getdim. Hələlik, sağ olun.